Birinci Türkoloji Qurultayının 100 illiyinə həsr olunan Türk Dünyası həftəsi çərçivəsində Türk dünyasının dilini, tarixini və mədəniyyətini əks etdirən kolleksiya Milli Xalça Muzeyində nümayiş olunur. Bir mədəniyyət xəzinəsi Divan-ı Lüğat-ı Türk adlı sərginin açılışında Alyona Əliyeva, Mədəniyyət Nazirinin müşaviri, rəsmi və ictimai nümayəndələr iştirak etdi. Çıxış edənlər Divan-ı Lüğat-ı Türkün türk dillərinin zənginliyini və ortaq mədəni yaddaşını əks etdirən ən qiymətli yazılı irs nümunələrindən biri olduğunu vurğuladılar. Bu ədəbi əsərdir, amma orada bəhs olunan, deməli, türk xalqlarının, türk dilini daşıyan, deməli, xalqların məişətindən, sənətindən, inanclarından, simvolik aləmindən, deməli, burada nümunələr göstərilir. Qonaqlara eksponatlar, onların hazırlanma texnikası barədə məlumat verildi. Sərgidə toxuculuq, tikmə, keramika, ağac və metal işləmə sənətinə aid nümunələr təqdim olundu. Ekspozisiyada qədim yazı mədəniyyətini əks etdirən kitab cildləri və mürəkkəb qabları ilə yanaşı miniatür sənəti vasitəsilə təsvir olunan uşaq oyunları, toy mərasimləri, döyüş və ziyafət səhnələri də xüsusi maraq doğurdu. Milli Eğitim Bakanlığı'na bağlı olgunlaşma enstitülerindeki öğrenciler, öğretmenleriyle birlikte Divan-ı Lügat-ı Türk'te geçen bütün bu kelimeleri günümüzün sanat anlayışıyla işleyerek somut bir biçimde, müşahhas bir biçimde gözler önüne serdiler. Kadim olan kültürümüzü yansıtan ve bize aslında Türkoloji de bizim için bir giriş kısmı gibi de diyebiliriz. Burada Kaşgarlı Mahmut'un o sözlüğünde olan bütün envanterleri burada sergimizi yaptık. Bizim için değerli olan Xalça Müzesi'ni Türk dünyası için kadim bir müzede yapmak istedik. Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Milli Təhsil Nazirliyi və Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil olunan ekspozisiya iyulun 13-nədək ziyarətçilər üçün açıq olacaq. Gülarə Quliyeva, Fariz Şıxalizadə, Səbinə Bayramova, ASTV Xəbər.